Hər kəsə salam. Bugün bu çox ləzzətli, eyni zamanda çox asan, tərkibi isə çox zəngin olan börək hazırlayırıq. Deyəsən çox sözündən çox istifadə etdim. Nə isə keçək əsas məsələyə, necə hazırlayırıq. Tavaya kərə yağını əlavə edib soğanları biraz qovururuq. Daha sonra üzərinə göbələk əlavə edirik. Onu da suyu çəkiləndən sonra toyuq filesini əlavə edirik. Toyuq filesi də qovrulub suyu çəkiləndən sonra üzərinə kub-kub doğradığımız kartoşkanı əlavə edirik. O da biraz özünü tutandan sonra ən sonda üzərinə yaşıl biber əlavə edirik. Bir də ki, biz çox xoşlayırıq bu qırmızı lobyanı. Ona görə əlavə etmişəm. Əgər siz xoşlamırsınızsa əlavə etməyə bilərsiniz. Zövqə görə duz, istiot sarı kök, yaşıl və qırmızı reyhanın tozunu əlavə etmişəm. Əgər sizdə tozu yoxdursa, indi hal-hazırda satışda olan yaşıl versiyasından da əlavə edə bilərsiniz. Yuxanın içində bu şəkildə əlavə edib, üzərinə Holland pendiri əlavə edirik. Mən hazırladığım içliklə bu şəkildə 5 ədəd börək alındı. Siz biraz aralı yığın, çünki mən çox yaxın yığmışdım, yapışmışdı. Doğrayanda biraz çətinlik çəkdim. Üzərinə yumurta çəkib və bu küncütün xırda versiyası adı nədir bilmirəm, ondan əlavə edirəm və göndərirəm sobaya bişməyə. Belə çox ləzzətli alınır. Üzərinə ketçup, mayonez falan sürtüb yeyə bilərsiniz.